hələ də bizim bir rayonun, bir kəndin siyasi elitasında təmsil olunan bir rəhbərlikdə təmsil olunan insanların hələ də içində Sovet xiffəti var. Baxın, məlum oldu ki, adamın kabinetində Stalin heykəli də var imiş, Bakıdan xüsusi apartdırıbmış. Yəni utanmasa Beriyanın, nə bilim orada, bəlkə də Mikayanın şəkli filan da var onun şkaflarında filan da iş eləmək lazım, Brejnevi filan. Yəni bu qədər biz, yəni görün, biz hələ öz siyasi elitamızı tariximizlə bağlı belə deyək, maarifləndirə bilməmişik. Hələ bizim özümüzün regional siyasi elitamız belə anlamır ki, Sovet kimdir, SSR kimdir, hansı bəlalar gətirib bizim xalqın başına, hansı müsibətləri gətirib, hansı repressiyalar eləyib, hansı torpaqlarımızı bizdən qopardıblar, düzdür? Yəni bunu dərk eləməyən bir məmur təbəqəsi var. Təəssüflə qeyd eləməliyik ki, həm Bakıda, həm regionlarda.